Mən İsrafilova Fatimə Seymur qızı, 27 may 2002-ci ildə anadan olmuşam Bakı şəhərində. Uşaqlıqdan, yəni anadan olandan mənim istedadım ailəm tərəfindən üzə çıxarılıb. Yəni ki, evdə deyirdilər ki, adi bir televizorda bir musiqi gedəndə deyir, başlayırdın ardınca sən onu oxumağa. Mənim dayım belə əvvəlcədən deyib ki, mən elə istəyirəm ki, bu qız musiqiçi olacaq. Sonra 2009-cu ildə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 saylı xüsusi internat məktəbinin 1-ci sinifinə daxil oldum. 4-cü sinifdə oxuyanda musiqi məktəbindən yəni bir neçə müəllim göndərdilər mən istedadımı üzə çıxarmaq üçün. Yoxlayandan sonra elə onlar da məni buraxmadılar, mən də onları buraxmadım. 4-cü sinifdən də başladım, məktəbdə 4-cü sinifdə oxuyurdum. Orada da getdim 1-ci sinif bir kamança tədrisinə. 2-ci sinifdən öncə başladım əvvəl məktəb daxili tədbirlərə çıxmağa. Ondan sonra digər məktəblərin, musiqi məktəblərinin tədbirlərində iştirak etməyə başladım. Yavaş-yavaş respublika, beynəlxalq müsabiqələrdə çıxış eləməyə başladım. 2013-cü ildə 5 saylı xüsusi internat məktəbinin nəzdində olan 38 saylı gözəl uşaqlar üçün musiqi məktəbinin kamança sinifinə daxil oldum. Burada ilk müəllimim Sevinç müəllim oldu. Mən kamançaya olan sevgimin ilk səbəbi, yəni Sevinç müəllim idi ki, yəni aləti mənə sevdirdi. Kamançanı tutmağı mənə öyrətdi. Daha sonra isə mən daha çox zirvələrə qaldıran İsmail müəllim oldu. Onun sinifinə keçdim. Onunla bərabər bir çox uğurlara imza atdıq. Əvvəlcə respublika müsabiqələrinə məni hazırladı müəllimim. Sonra digər beynəlxalq müsabiqələrə, onlayn çərçivədə keçirilən beynəlxalq müsabiqələrə hazırladı. Musiqi mənim üçün həyat rəngidir. Həyatımın tamamlayıcısıdır. Yəni, mən özümü musiqisiz təsəvvür edə bilmirəm. Harada olum, beynimdə həmişə musiqi var, hətta yolla getdiyim bir vaxtda beynimə melodiya gəlir, mən özüm melodiya da bəstələyə bilirəm. O cəhətdən beynimə gəlir melodiya, deyirəm, hə, bunu saxlayayım, gedim evdə səs yazma eləyəcəm. Bunu saxlayacam, nə vaxtsa inşallah nota köçürəcəm, təqdim eləyəcəm izləyicilərə. Həyat belədir ki, həyatdan məcbur yapışmalısan.
Əngəllər olacaq, problemlər, çətinliklər olacaq. Pilləkəndir, qalxacaqsan, ola bilər ki, ayağın sürüşsün, yıxılasan, amma ki, məcbur yapışmalısan, inad eləməlisən. Öz hədəflərinin arxasınca getməlisən, özünü sübut eləməlisən ki, mən bunu eləyə bilərəm. Kiminsə deməyinə qulaq asmaq olmaz ki, ay bunu eləyə bilmərsən, bu sənlik deyil. Ən çox da bunu deyirlər bizim fiziki məhdudiyyətli gənclərimizə, amma olmaz. Yəni, onlar fiziki məhdudiyyətli gənclərimiz də onlara qulaq asmamalıdırlar. Əksinə, özlərini sübut eləməlidirlər, cəmiyyət içərisində göstərməlidirlər.